falçıların yanına gedən, cadukarların yanına gedən, insanlara cinlər, şeytanlar vasitəsilə şər edən falçılar, onlardan qorxmaq lazım deyil. İnsan nə zaman bu bəlaya düçar olur? Özünü qorumayanda. Amma özünü qorusan, heç zaman sənə zərər verə bilməzlər. Olmuş bir hadisə, bax bunu oxudum. Qadınlardan birisi şikayət edir. Deyir ki, qarın naihəsində ağrı hiss etdim. Xəstəxanalara getdim. Yəni, yoxlamalar dedilər ki, tibbi cəhətdən səndə heç bir şey yoxdur. Amma ağrı acı deyə davam edirdi. Bir gün dedim ki, Quran-ı Kərimini bilənin bir yanına gedim. Mənə Quran-ı Kərimdən bir ayələr oxusun. Ruqiyyə ayələr deyil. Yəni, Əl-Bəqərə surəsinin ayələr, Fatihə surəsi və s. Oxuyandan sonra sanki deyir, qarın naihəsində bir hərəkətli hiss etdim. Ağrı acı hiss etdim. Yəni, sanki bir hərəkətli var. Soruşdum, məsləhətləşdim. Bunu biləni dedilər ki, hər zaman zikri çoxalt, göz dəyimi ola bilər, cadu ola bilər. Dedim, hansı zikri çoxaldım? Dedi ki, bax, bu zikri çoxalt. Cadunu darmadağın edir. Nədir o? La ilahe illallah vahdehu la şərikələ. Yəni, Allahdan başqa ibadla haqq məbud yoxdur. O təkdir, onun şəriki yoxdur. Ləhul mülk, mülk onundur. Və ləhul həmd, həmd onadır. Və huvə alə kulli şeyin qadir. O hər şeyə qadirdir. Peyğəmbərimiz salsana buyurur, gün ərzində 100 dəfə deyin, deyir. Ən azı 100 dəfə deyin, deyir bunu. Qorunmaq üçün şeytandan, cindən, fəsaddan, bəladan, müsibətdən. Dedi ki, bu zikri dilindən düşürmə, çoxalt. Gündə 500-1000 dəfə edirdim, deyir. Bir müddət davam etdim, deyir bunu. Bir aya yaxın təxminən. Və sonra qaytaranda gördüm ki, çox qəribə bir şeylər çıxdı. Və göstərdim, dedilər ki, bu əlbəttə nədir? Cadudur. Baxın, ən möhtəşəm zikir. Həm qorunmaq üçün, kimin qorxusu varsa, bəzi insanlar vəsvəsəyə düşür, hər şeydə vəsvəsə olmaz. Şübhən varsa, qorxun varsa, heç bir şey yoxdur. Bu zikirlə Allah'a sığın, gün ərzində 100, 500, 1000, nə qədər çoxdursən, o qədər sənin üçün xeyirlidir. Bax, bu olmuş hadisə, dinləyicilərimiz xahiş eləmişdilər ki, bu barədə ən çox hansı zikr edək? Bu zikir, zikirlərin şahıdır. Qorunmaq üçün. Hətta Peyğəmbərimiz s.ə.v. Yəni, gün ərzində qorunmaq üçün, gecə yatmamışdan əvvəl qorunmaq üçün, gözdən qorunmaq üçün, şeytandan qorunmaq üçün, cindən qorunmaq üçün, insanların nəfsindən qorunmaq üçün, hər bir şeydən qorunmaq üçün. Yol gedərkən, boş vaxtında denə, la ilahe illallah vahdehu la şərikələ, ləhul mulku və ləhul həmdu və huvə alə kulli şeyin qadir. Sadəcə insanlar bəzən bu zikrə dillərinə alışdığı üçün deyirlər ki, sadə bir zikir kimi baxırlar. Əksinə, zikirlərin şahıdır bu.